Uşaqlar, deməli 113-cü suala baxaq. Deyir ki, həqiqi əmsallı verilən tənliyin köklərindən biri 3 plus 2 olarsa P2 cəmini deyir tapın. Köklərdən birini görürəm ki, kompleksdir. Kompleks ədəddir. 2i. Bəs yaxşı, ikinci kökdə nə olacaq? Kompleks ədədin qoşması olmalıdır. 3 minus 2i. Və viyyətə əsasən mən köklər cəmi ilə köklər hasilini görürəm burada, düzdür? Köklər cəmi nəyə bərabərdir? Əks işarə ilə. İkinci ədədin baş əmsalı. Yəni mənfi P. Bəs hasil nədir? Müsbət Q. Düzdür? Ən sonda mən verilən bu ifadələrdən x1, x2-ni tapsam, həm də P2-ni tapmış olacam və cəmi tapacam. O zaman nə edirik? Birinci P-ni tapaq. Yəni köklər cəmi. Yəni 3 plus 2i plus 3 minus 2i. Bu bizim mənfi P-miz olacaq. Görək nə verir bu bizə mötərizəni atsam. 3 plus 2i plus 3 minus 2i bərabərdir mənfi P-yə. Burada islahlar gedir. Qalır 6 bərabərdir mənfi P-yə. O zaman P-ni mənfi 6 alıram. Bu məlum. İndi gələk hasilə. Yəni x1 vur x2 nə deməkdir? 3 plus 2i vurulsun 3 minus 2i. Vurub atsam. Birincinin kvadratı. Müxtəsər nədir görmək olur? Tam olsun deyə açıram. Açışını yazıram. 9 minus 6i plus 6i minus 4i kvadrat. Düzdür? Bu bizə mənfi 1 verir. O zaman olacaq plus 4. Bunlar gedər, qalır 13. Deməli, Q-nü 13 aldım. P-ni mənfi 6. Cəmin soruşursa, mənfi 6 plus 13 cavab edər 7 və salam.